Esselamu Aleyküm və Rahmetullah əziz və dəyərli Atlar Qaleri izləyicilərimiz. Deməli bir məsələ ilə rastlaşmışıq. Deməli bu çamadan və çamadanın içindəki qablar gəlməmişdən qabaq. Müştərilər deyirdi ki, qardaş, bəs bu çamadanın içindəki qablar nə vaxt gələcək? İndi bax çamadan da gəlib, çamadanın içindəki qablar da gəlib. Amma görürəm ki, tərpəniş yoxdur müştərilərdə. Bax, indi hal-hazırda mən bir, belə deyək də, tələbələrə bir dənə iş barədə müraciət edirəm, Allahın izni ilə. Bax, rayon yerində, misal üçün, valideynləriniz kasıbdır, siz gəlmişsiniz Bakıda oxumağa, pul tapmırsınız xərcləməyə. Çünki insan kasıb olanda, yəni bizim özümüz kasıblıq nədir bilirik də. Valideynləriniz sizin istədiyiniz qədər pul göndərə bilmirlər ki, siz rahatlıqla, misal üçün, dərsinizi oxuyasınız, nə bilim, belə deyə də, pul xərcləyəsiniz. Mən tələbələrə bu təklif edirəm ki, Allahın izni ilə. Gəlin qardaş, bizim mağazadan bu çamadanı, bu çamadanın içindəki qabları, bir də ki, qardaş, bax, bu qədər ətir var, 1000-ə yaxın ətir çeşidlərimiz var, Allahın izni ilə. Bax. Gəlirsiniz, 600 manat pul gətirirsiniz. 600 manat pul gətirdikdən sonra bu 170 manatlıq çamadanın içindəki 48 çeşidlik qabları biz sizə pulsuz veririk. Yəni 170 manatlıq çamadanı və içindəki qabları sizə hədiyyə veririk. Sadəcə 600 manat pul gətirirsiniz, siz pulu nəyə verirsiniz? 600 manatı. Ancaq ətirlərə və ətirlərin flakonlarına, Allahın izni ilə. Yəni rahatlıqla öz biznesinizi qura bilərsiniz. İndidən əslində bir şey də sizin nəzərinizə çatdırım ki, əziz tələbələr, əziz iş görmək istəyən insanlar, əslində çamadan nə üçündür? Elə adam var ki, misal üçün, ətir sahəsindən başı çıxmır, bir də görsən ki, gedir mağaza açır, 1 aydan sonra, 2 aydan sonra, 3 aydan sonra nə olur? Heç nə. Görürsünüz ki, ziyana düşür. Amma bu çamadan, yəni siz bilirsiniz ki, o bəzi adamlar var ki, indi bu videoya baxır, bilir ki, mən bu işi çamadanla qurmuşam. Hətta çamadan olmayıb, birinci kompüter sumkası ilə başlamışam. Birinci bu çamadanla gəlib, 600 manat verib, bu çamadanla işinizi başlaya bilərsiniz. Yəni, səhərsi gündə birdən bu işi alındıra bilməsiniz, bu işsizlik olmasa, biləcəksiniz ki, 600 manat itirdiniz. Bir də var ki, gedirsiniz mağaza açırsınız 5.000-ə, 10.000-ə, 15.000-ə, bir də baxırsınız, görürsünüz ki, heç nə. Mağaza işə alınmadı, iş tutmadı və 10.000 ziyana düşürsünüz. 600 manat verin, bu çamadanı götürün və bu çamadanı pulsuz götürürsünüz. İçindəki qabları da pulsuz götürürsünüz, Allahın izni ilə. Aparırsınız, ticarətinizi edirsiniz. Gündə ən azı, misal üçün, belə deyə də, dərsdən sonra 2 saat, 3 saat, belə deyə də, əziyyətə qatlansınız. Mənim kimi Allahdan istəsiniz ki, ya Rabbi, sən bizə ruzi ver, ruzi verən sənsən, hər şeyə qadir olan sənsə, mütləqdir ki, Allah Teala sizin duanıza cavab verəcək və Allah Teala bərəkətləndirəcək. Çünki Allah Teala nədir? Razzaqdır, ruzi verəndir. Gəldiniz, bunu götürdünüz, apardınız, satdınız və salam. Nə valideynlərinizdən pul istəyəcəksiniz, rahatlıqla da pulu xərcləyəcəksiniz, Allahın izni ilə. Yəni, ən azından, misal üçün, belə deyək də, o varlı sinif yoldaşlarımızın yanında elə bil ki, belə üzü kölgəli olmayacaqsınız da, başa düşdünüz nətər. Mənim özüm biləm, misal üçün, belə deyək də, adam kasıb olanda varlığın yanında bir balaca. Düzdür, əslində kasıblar varlılardan bilmirəm nə qədərsə cənnətə tez girəcək. Çünki onların sorğu-sualı az olacaq ona görə. Amma varlıların isə sorğu-sualı çox olacaq deyənə, onların nə olacaq? Bir balaca elə bir ki, kasıblardan geç girəcək cənnətə. Amma bu dünyada isə öz işinizi qurun.
Dediyim kimi, bir məsələni də nəzərinizə çatdırım ki, bax bu çamadan məktəb kimi. Bununla başlayırsan işi qurmağa, Allahın izni ilə bununla qurandan sonra gördünüz ki, iş effekt verdi. Sonra gələcəyinə mağazada açırsan, həmçinin də bu çamadan işinin bir yaxşı işi var ki, mən çamadanla ətir satmağa başlayanda, satdım, müştəri bazarını çoxaltdım. Çoxaldandan sonra mağazanı açanda artıq sosial şəbəkələrdə video paylaşanda ki, Əssəlamu aleykum, bəs atlar qaleri filan yerdə açılıb, mənim üst simamı gördülər müştərilər. Mənim mağazama müştərilər gəldi və gördülər ki, yəni sosial şəbəkələrdə gördülər ki, bəs Rafiqdir, bəs filan yerdə mağaza açılıb. Mən də rahatlıqla əziyyət keçmədim də, o hansı ki təzə başlayanda müştəri bazası zəif olur, görürsən mağaza açanda nə bilim belə deyəndə müştəri az olur. Onu mən elə bir ki hiss eləmədim. Niyə hiss eləmədim? Çünki mən səyyar ətir satıb, müştəri bazamı çoxaltmışdım. Ona görə də ilk mağazanı açandan Allah'a həmd olsun ki mən başladım işləməyə. İndi o bəzi adamlar var, deyir ki qardaş, çamadanla ətir satmaq rahatdırsa, get sən sat da. Vallahi billahi mən vaxtında elə çamadanla yox, deyirəm kompüter sumkası imkanım yox idi. 10 manatlıq kompüter sumkası idi. Onu da vallahi almağa pulum yox idi, Basmoyda qardaşlar var idi. Namaz qılan qardaşlar var idi. Məni Qaraçuxur məscidindən bir qardaş göndərdi ki, get bəs Basmoyda Nizami qardaş var. Ona deyək ki, filan qardaş göndərib məni. Sənə kompüter sumkası verir ki, Allah onların malına, mülkünə bərəkət versin, işlənmiş kompüter sumkası var idi. Onunla bu işi qurmuşam. Yəni, heç bir insanın sözünə baxıb həvəsdən düşmür. İşin birincisi çətin olur, sonra yavaş Allah Subhanahu taala artırır. Davamiyyətli olanda, Allahdan istəyəndə bərəkəti Allah taala bərəkətləndirir. Əssəlamu aleykum və rəhmətullah.